Salam uşaqlar. İş dəftərimizdən təhlil qurmaqla məsələ həlli mövzusuna davam edirik. Dərsə keçməmişdən əvvəl kanalımıza abunə olmağı, dostlarınızla bölüşməyi unutmayın. Ən böyük dəstəyiniz mənə əlbəttə ki, o olar. Deməli, zefirli konfet qutusundakı konfetlər şokolad qutusundakı konfetlərdən 5 ədəd çoxdur. 3 zefirli konfet qutusunda və 2 şokolad qutusunda cəmi 65 konfet var. Zefirli və şokoladlı konfet qutularının hər birində neçə konfet var? Sxemi tamamla təhlil qurmaqla məsələni həll et. Belə məsələlərdə ümumiyyətlə təhlil qurmaqla məsələ həlli olsun ya digər məsələlər olsun. Bu zaman bizə nə verilirsə onları ilk öncə yazmalıyıq. Zefirli ilə şokoladlı konfet qutusundan söhbət gedir. Yazırıq zefirli, yazırıq şokoladlı. Biz bilmirik zefirli ilə şokoladlı nə qədərdir. Əlbəttə ki, biz həmişə demişik ki, bilmədiyimizi biz x yazırıq. Yazaq x. Çünki bilmirik nə qədərdir. İndi deyir, zefirli konfet qutusundakı konfetlər, zefirlidəki olan konfetlər şokolad qutusundakı konfetlərdən 5 ədəd çoxdur. Yəni, üstə gələk 5. Deyək, yəni bu, bundan 5 ədəd çoxdur. 3 zefirli konfet qutusunda 3 dənə zefirli konfet qutusu deyirsə, vururuq 3-ə. Və 2 şokolad qutusunda cəmi, bunu da vururuq 2-yə. Cəmi 65 konfet var. Biz bu tənliyi yazmalıyıq. Tənliyimiz bu şəkildə olacaq. 3 vurulsun x üstə gələk 5. Üstə gəlinsin 2x bərabərdir 65-ə. Bax, burada bizim əsas bilməli olduğumuz 3 zefirli konfet qutusu. Biz bir dənəsinin qutusu x plus 5-dir. Məsələn, 3 dənəsinin qutusu neçə olacaq? Əlbəttə ki, 3 vurulsun x plus 5 olacaq da. Məsələn, biz bir dənə dəftər alırıq 20 qəpikdir. Məsələn, 2 dənə dəftər alsaq nə qədər pul ödəyərik? Əlbəttə ki, 40 qəpik ödəyərik. Yəni, sanki 2-ni vurarıq 20, taparıq ki, 40 qəpikdir. Bu da onun kimi. Tənliyi həll eləyək. 3x üstə gələk 15, üstə gələk 2x bərabərdir 65-ə. 5x üstə gələk 15 bərabərdir 65. 5x bərabərdir 65 çıxılsın 15. 5x bərabərdir 50-yə. X də bərabərdir 10-a. İndi zefirli olan, belə yazım, zefirli olan x üstə gələk 5-dir. Yəni 10 üstə gələk 5, 15 edəcək. Şokoladlı olan isə əlbəttə ki, x idi. X-i də tapmışıq 10. Bu kənardakı 3-lərə biz təzədən vurmuruq. Bu şəkildə. Keçək növbəti ikinci məsələyə. Mağazada uşaqlar üçün 2 təkərli və 3 təkərli. Yazıram. Belə 2, 3 yazacağım geniş vaxt getməsində. Yəni. Mağazada uşaqlar üçün 2 təkərli və 3 təkərli velosipedlər satılır. 2 təkərli velosipedlərin sayı 3 təkərlidən 7 ədəd çoxdur. Yenə mən bilmirəm hansından nə qədərdir. Ona görə x yazım. Deyək ki, 2 təkərli velosipedlərin sayı 3 təkərlilərdən 7 dənə çoxdur. Yəni, üstə gələk 7. Mağazada satılan velosipedlərin ümumilikdə 39 dənə təkəri var. Velosipedlərin neçəsi 2 təkərli, neçəsi 3 təkərlidir. 2 təkərliyini əlbəttə ki, 2-yə vuracam. 3 təkərlini də əlbəttə ki, 3-ə vuracam. Tənliyimiz bu şəkildə olacaq. 2x üstə gələk 7, üstə gəlinsin 3x bərabərdir deyirdik ki, 39-a. Bu tənliyi həll edirik. 14 üstə gələk 3x bərabər 39. 5x üstə 14 bərabər 39. 5x də bərabərdir 39 çıxılsın 14-ə. Bu edər 25, x də edər 5-ə. Deməli, 2 təkərlimiz nə qədər imiş? X üstə gələk 7 bərabərdir 5 üstə 7, 12 imiş. 3 təkərlimiz nə qədər imiş? Əlbəttə ki, elə x imiş. Bu da 5. Üçüncü, ABC bərabər yanlı üçbucağının deyir, yan tərəfləri oturacağın 2 mislindən bir vahid kiçikdir. Bax, cümləyə fikir ver. Deyir, yan tərəfləri. Bu, daha doğrusu burada yan tərəfləri. AB ilə BC bir-birinə bərabərdir. AC-yə də verir ki, x-dir. Deyir, yan tərəfləri oturacağın 2 mislindən bir vahid kiçikdir. Dediyin yazım ifadəni. P-si də 28 deyir olarsa, ABC üçbucağın tərəflərinin uzunluğunu tapın. Yan tərəfləri soruşur. Yəni, bir dənə yan tərəfi 2x minus 1-dir. Yəni, burada 2x minus 1-dir. Burada
x minus 1'dir. P'ni biz yazdığımızda P bərabərdir A üstə gələ B üstə gələ C yazmırıq. O zaman 2x çıxılsın 1 üstə gələ 2x çıxılsın 1 üstə gələ oturacaq. Bərabərdir neçəyə? 28-ə. Çünki P-yə bərabərdir. Bu tənliyi biz həll eləməliyik. Üstə gəlsin 2x çıx 1 üstə x bərabər 28. 2x'in üstünə 2x 4x 4x üstə 5x 5x çıxılsın 2 bərabərdir 28. 5x bərabərdir 30-a. X də bərabərdir 6-ya. Deməli AC-miz AC x-dir elə 6-dır. AB ilə BC-ni də tapdığımız zaman 2x minus 1. Yəni 2 vurulsun 6 çıxılsın 1. 12 çıxılsın 1. Bu da 11. Dördüncü, soyuducu ilə toz soğurandan söhbət gedir. Buraya yazaq soyuducu, buraya yazaq toz soğuran. Deyir ki, soyuducunun qiyməti 850 manat, toz soğuranın qiyməti 320 manatdır. Gün ərzində satılan toz soğuranların sayı soyuducuların sayından 3 ədəd çox oldu. Mən yenə yazıram, bilmirəm nə qədərdir. Deyir ki, soyuducuların gün ərzində satılan toz soğuranların sayı soyuducuların sayından 3 ədəd çoxdur. Yəni bu şəkildə 3 ədəd çoxdur. Bu malların satışına kassaya 3300 manat daxil olubsa, neçə toz soğuran və neçə soyuducu satıldı? Soyuducunun əvvəl qiyməti və bir dənəsi 850 manatdır. X plus 3'ü də sonra 320'yə vururuq. Biz həmin qiyməti tapmaqdan ötürü. Bu tənliyi həll edirik. 850 x üstə gəlinsə, x üstə 3 vur 320 bərabərdir 3300-ə. Bu tənliyi həll olunur. 850 x üstə gələk, 320 x üstə 960 bərabərdir 3300. Bunları topladığımız zaman edəcək 1170 x üstə gələk. Buradan 70x tapanda 3300'dən 960 çıxır 2340. X də bərabərdir 2'yə. Yəni deməli soyuducumuz 2 dənədir. Toz soğuranımız x plus 3 bərabərdir 2 üstə gələk 3, yəni 5. Pencək, köynək yazaq. Pencək, bu da köynək. Pencək köynəkdən 25 manat bahadır. Bilmirəm nə qədərdir pencək. Bilmədiyimiz şey əlbəttə ki biz x yazırıq. Deyir pencək köynəkdən 25 manat bahadır. 3 köynəyin qiyməti bir pencəyin qiymətindən 5 manat çoxdur. 3 dənə köynəyin qiyməti bir dənə deyir pencəyin qiymətindən 5 manat çoxdur. Pencək və köynək neçəyədir? Yəni biz bunları bərabərləşdirib x üstə gələk 25 üstə gələk 5 bərabərdir 3x-a. X üstə gələk 30 bərabərdir 3x-a. Bu edir 2x bərabərdir 30-a. X də bərabərdir 15-ə. Deməli, pencəyimiz nə qədərdir? 15 üstə 25, 40. Köynəyimiz x bərabərdir elə 15-ə. Deyir, Lalənin 8 manat, Samirin 10 manat pulu var. Lalə 1 ədəd, Samir isə 2 ədəd. Deməli, Lalə 1 ədəd, Samir isə 2 ədəd bloknot aldıqdan sonra fokuslanma. Onların qalan pulları bərabər oldu. Qalan pulu biz necə tapmalıyıq? Pulun bilmirik axı nə qədərdir. Nəsə qalan pul nə qədər olduğunu bilmirik. Laləni bilirik ki 8 minus x-dir. Yəni 8 manat pulu var Lalənin. Nə qədər çıxırıq? X-i çıxırıq məsələn. Neçə çıxırıqsa deyək ki 5 manat qaldı. Onda bilirik ki 5 manat pulu qaldı. Sonra Samir nə qədərdir? Samirdə 10 çıxılsın 2 dənə bloknot alıb 2x olacaq. Bloknot biri x götürürük. 2x ona görə götürdük ki, Samir 2 dənə almışdı. Bizim tənliyimiz bu şəkildə olacaq. 8 çıxılsın x bərabərdir, 10 çıxılsın 2x-a. Bunu adi qayda ilə həll edirik. Deməli, burada mənfi 2 bərabərdir mənfi x-a. X da bərabər biz demişik ki, hər tərəfi mənfi 1-ə vurduğumuz zaman eləyəcək müsbət 2. Deməli, Laləni tapdığımız zaman 8 çıxılsın 2 bərabərdir. Lalənin 6 manat pulu qalıb. Samirin 10 çıxılsın 2 vurulsun 2. Ondan da 4'ü çıxdığımız zaman Samirin də 6 manat pulu qalıb. Deməli, bir dənə bloknotun qiyməti neçə manatdır? Bir dənə bloknotun qiyməti 2 manatdır. Ümumiyyətlə, bloknotun qiyməti. Çünki niyə? 2
Üçünə 1 gələk, 3 eləsin. 6-nı da 3-ə böldüyümüz zaman 3-dən alıb 1-i deməli 2 manat imiş. Bu şəkildə. Deməli, söhbət gedir Aynur və Elxandan. Deyir, Aynurun stikerləri Elxanın stikerlərindən 3 dəfə çoxdur. Bilmirik nə qədərdir. Aynurun stikerləri Elxanın stikerlərindən 3 dəfə çoxdur. Yəni, vurduq. Aynur Elxana 30 stiker bağışladı. Aynur Elxana 30 dənə stiker veribsə, bu özündən verib də, deməli özündən bunu çıxmalıyam mən. Özündən verib Elxana. Elxanda çox oldu, Aynurda az oldu. Elxanın stikerləri Aynurun stikerlərindən 3 dəfə çox olar, əgər bağışlasa. Yəni, bunu biz vururuq 3-ə. Bu tənliyib gəlin həll eləyək. Yəni, 3 vurulsun 3x minus 30 bərabərdir. X üstə gələk 30-a. 9x çıxılsın 90 bərabərdir. X plus 30-a. 8x bərabərdir. Deməli, 120-yə. X də buradan bərabərdir 15-ə. Deməli, Aynur nə qədədir? Aynur oldu 3x. 3-ü vur 15-ə eləsin 45. Elxan nə qədər oldu? Elxan da x, o da 15. Şəkildə verilən düzbucaqlı ilə üçbucağın perimetrləri bərabərdir. Düzbucağın sahəsi neçə vahid kvadratdır? Deməli, biz tapırıq birinci düzbucaqlının perimetrini. Düzbucaqlının perimetri biz 2 vurulsun, A üstə gələk B-dir. Yəni, 2 vurulsun 3 üstə gələk x minus 1-ə. Bərabərdir 2 vurulsun 2 minus x-a. Bu da edər 4 üstə gələk 2x. Daha doğrusu 4 çıxılsın, bu üstə gələk olur. 2 plus x, 4 üstə gələk 2x. İndi biz üçbucağın perimetrini tapaq. Bu düzbucaqlıdır, bu da üçbucağın perimetri. Üçbucağın perimetri büyük A üstə gələk B, üstə gələk C-dir. Yəni, hamısını toplayaq. X üstə gələk x, üstə gələk x minus 2-yə. Bu da edər 3x minus 2. Biz bu tənlikləri bərabərləşdirib n-in uzunluğunu bu şəkildə tapacaq. Sonra düzbucaqlının sahəsini hesablayacaq. Deməli, 4 üstə gələk 2x bərabərdir 3x minus 2. Bu edir 4 üstə gələk 2 bərabərdir 3x minus 2x. X də bərabərdir 6-ya. N-in onsuzda 3 vermişdi bizə. N-in 3 verib. Uzunluğun ise nədən tapırıq? X minus 1-dən. X minus 1. X-i tapmışam 6 minus 1 bərabərdir 5. S də bərabərdir A vurulsun B-yə 3 vurulsun 5. O da bərabərdir 15-ə. Bir qabda deyir ikincidən bir qab, 2 qab. Bir qabda ikincidən 2 dəfə çox. Qablarda nə qədər olduğunu bilmirik. Bunda yazaq. İkincidən 2 dəfə çox süd var. Bir qabda ikincidən 2 dəfə çox süd var. Yazdıq. Birinci qabdan 5 litr süd ikinciyə töküldü. Yenə ikinciyə tökülübsə, deməli buradan da 5-i çıxmalıyam da mən. Bu şəkildə. Hər iki qabda bərabər miqdarda süd olar. Hər qabda neçə litr süd var? Tənliyimiz 2x minus 5 bərabərdir. X üstə gələk 5-ə. Deməli, 2x çıxılsın x-a, 5 üstə gələk 5-ə. X də bərabərdir 10-a. Deməli, birinci qabda nə qədər olacaq? 2x ilə götürürük. 2 vurulsun 10 bərabərdir 20 litr. İkincidə isə x bərabərdir elə 10. Və sonuncusu, quzu və xoruzdan söhbət gedir. Buraya yazaq quzu, buraya yazaq xoruz. Quzunun kütləsi xoruzun kütləsindən 5 kiloqram çoxdur. Yəni 5 kiloqram çox idi. Müəyyən vaxtdan sonra xoruzun kütləsi 1 kiloqram, quzunun kütləsi 2 kiloqram artdı. Və onların kütlələri nisbəti 1 bölünsün 3 nisbətində oldu. Aha. Əvvəl quzu və xoruzun kütləsi nə qədər idi? Bu oldu x üstə gələk 7, bu da oldu x plus 1. Deməli, xoruz 1 nisbətindədir. Çünki ki, xoruzun kütləsi, xoruzun birinci xoruz, sonra quzu. Kütlələr nisbətləri bu oldu. O zaman biz yazırıq ki, x üstə gələk 1 bölünsün x plus 7 bərabərdir 1-in 3-ə nisbətində. Tənasüb qurmaqla tənliyimizi həll edirik. X plus 1 bərabərdir 1 vurulsun x üstə gələk 7-yə. 3x üstə gələk 3 bərabərdir x plus 7.
2x bərabərdir 4-ə, x də bərabərdir 2-yə. Deməli, quzu xoruz yazsaq. Quzunun kütləsi, xoruzun kütləsi x plus 5 idi əvvəlcə. Olacaq 7 üstəgələk. Daha doğrusu 2 üstəgələk 5. Bu edir 7. Sonra x üstəgələk 1. X üstəgələk 1 yox, x bərabərdir 2-yə. Sonra bax, yenə 1 kiloqram xoruza əlavə eləyəndə olacaq 3. 2 kiloqram da quzuya əlavə eləyəndə olacaq 9. Həqiqətən də 3 bölünsün 9 nisbəti, elə 1 bölünsün 3 nisbəti alındı mı? Əlbəttə ki, alındı.